Salam əziz 3-cü sinif şagirdləri, yenidən 31-ci səhifənin 3-cü sinif iş dəftəri 31-ci səhifənin izahına baxırıq. Ümumiləşdirici tapşırıqlardır. Cəmi tap. 6 üzərinə 1 gələndə 7 edir. 5 üzərinə 5 gələndə 10 edir. 8 üzərinə 2 gələndə 10 edir. 0 yazdıq 1 yadda. 6 üzərinə 4 10, 1 də yadda 11. 4'ün üzerine 7 gələndə 11 edir. 9, 1 də yadda 10. 1'in üzerine 6, 7. 5'in üzerine 3, 8. 4'ün üzerine 1, 5. 4'ün üzerine 9, 13. 3'ün üzerine 2, 5. 1 də yadda 6. 6'ın üzerine 2, 8. 8'in üzerine 5, 13. 4'ün üzerine 2, 6. 1 də yadda 7. 2'nin üzerine 4, 6. 6'ın üzerine 5, 11. 1'i yazdık. 1 yadda. 4'ün üzerine 3, 7. 1 də yadda 8. 1'in üzerine 2 də 3. 5'in üzerine 2, 7. 5'in üzerine 8, 13. 1 yadda. 3'ün üzerine 3, 9. 3'ün üzerine 3, 6. 1 də yadda 7. 5'in üzerine 2 gələndə 7 edir. 7'nin üzerine 6 gələndə 13 edir. 1 yadda. 5'in üzerine 1, 6. 1 də yadda 7. 3'ün üzerine 5 gələndə 8 edir. 3'ün üzerine 7 gələndə 10 edir. 1'in üzerine 6 gələndə 7 edir. 9'un üzerine 7, 16. 4'ün üzerine 1 gələndə 5 edir. 5'in üzerine 8, 13. 2'nin üzerine 2, 4. 8'in üzerine 7, 15. 5'in üzerine 2, 7. 5'in üzerine 7, 12. Geldik bura. 8'in üzerine 2 gələndə 10. 10'un üzerine 7, 17. 7'yi yazırıq 1 yadda. 4'ün üzerine 7, 11. 11'in üzerine 5, 16. 1 də yadda 17. 1'in üzerine 2, 3. 3'ün üzerine 3, 6. 1 də yadda 7. 9'un üzerine 7 gələndə 16. 16'nın üzerine 6, 22. 2 yazırıq 2 yadda. 3'ün üzerine 2, 5. 5'in üzerine 1, 6. 2 də yadda 8. 4'ün üzerine 1, 5. 5'in üzerine 1, 6. 7'nin üzerine 8 gələndə 15. 15'in üzerine 6, 21. 1 yazırıq 2 yadda. 7'nin üzerine 5, 12. 12'nin üzerine 3, 15. 2 də yadda 17. 1'in üzerine 1, 2. 2'nin üzerine 4, 6. 1 də yadda 7. 9'un üzerine 5, 14. 14'ün üzerine 3, 17. 7 yazdık 1 yadda. 6'nın üzerine 7, 13. 13'ün üzerine 8, 21. 1 də yadda 22. 2 yazdık 2 yadda. 1'in üzerine 1 gələndə 2. 2'nin üzerine 2, 4. 1 də yadda 5. 8'in üzerine 8, 16. 16'nın üzerine 6, 22. 2 yazdık 2 yadda. 4'ün üzerine 7, 11. 11'in üzerine 9, 20. 2 də yadda 22. Yine 2 yadda. 2'nin üzerine 2, 4. 4'ün üzerine 3, 7. 2 də yadda 9. 2'nin üzerine 4, 6. 6'ın üzerine 0, yine 6. 6'ın üzerine 5, 11. 1'i yazdık 1 yadda. 6'ın üzerine 3, 9. 9'un üzerine 4, 13. 13'ün üzerine 2, 15. 1 də yadda 16. 3'ün üzerine 1, 4. 4'ün üzerine 2, 6. 6'nın üzerine 1, 7. 1 də yadda 8. 5'in üzerine 7, 12. 12'nin üzerine 1, 13. 13'ün üzerine 3, 16. 6 yazdık 1 yadda. 8'in üzerine 4, 12. 12'nin üzerine 3, 15. 15'in üzerine 4, 19. 1 də yadda 20. 0 yazdık 2 yadda. 2'nin üzerine 2, 4. 4'ün üzerine 1, 5. 5'in üzerine 2, 7. 2 də yadda 9.
Geldik ikinci tapşırığa. Ədədləri topla və cavabı boş xanalara yaz. Burada əvvəlcə bu iki toplananı toplayacağıq. 357 üzərinə gəlirik 237. 7 üzərinə 7 gəldi 14. 4 yazdıq 1 yadda. 5-in üzərinə 3 8, 1 də yadda 9. 3-ün üzərinə 2 də 5. 594. İndi isə digər iki toplananı toplayacağıq. 257 üzərinə gəlirik 141. 7 üzərinə 1 gəldik 8. 5-in üzərinə 4 9. 2-nin üzərinə də 1 3. 398. Burada əziz şagirdlər, bu ox işarələrinə fikir versək, görürük ki, yəni bunların ikisini toplayıb bura yazırıq. Bu ox işarələri də bu xananı göstərir. Bunları da toplayıb bura. İndi bunların da ikisini toplayıb, bu ox işarələri isə bu xananı göstərir. Buraya yazacağıq. Beş yüz doxsan dörd üzərinə gəlirik 398. 4-ün üzərinə 8 gəldi 12. 2 yazdıq 1 yadda. 9-un üzərinə 9 18. 1 də yadda 19. Yenə 1 yadda. 5-in üzərinə 3 8. 1 də yadda 9. Oldu neçə? 992. Üçüncü tapşırığa baxırıq. Bu qayda ilə artıq danışıq. Ədədləri mərtəbə qiymətlərinin cəmi şəklində göstər. Uyğun mərtəbə qiymətlərini toplamaqla cəmi tap. 357-ni ayıraq əvvəlcə. 350 və 7. Burada da 410 və 5. Və əvvəlcə yüzlüklər toplanır. 300 və 400. Toplayanda olur 700. Sonra 50 onluqları yazırıq indi. 50 və 10. 60 olur. Və təkliklər 7 və 5. Bura. 12 olur. Və artıq misalımızın cavabını buradan görürük. 700, 760, üzərinə də 12, 772. Burada isə misalımızı açıq şəkildə yazırıq. 357, üzərinə gəlirik 415. Cavabımız olur neçə? 772. Bura sığmadı deyə aşağıdan yazdım. Gəlirik B variantına. Deməli burada 436, 370, bu da 7. Yenə eyni qayda ilə yüzlükləri toplayırıq. 400, üzərinə gəlirik 300, 700 edir. Sonra onluqları toplayırıq 30, üzərinə gəlirik 70. Burada da bir yüzlük yarandı. Və təklikləri toplayırıq 6 və 7. 13. 700-ün üzərinə 100 gəldi 800, onun üstünə 13, 813. Burada isə yazırıq ki 436 üzərinə gəlirik 377 bərabərdir 813. Cavabımız artıq hazırdır. Dördüncü tapşırığa baxırıq. Toplananlardan birini yaxın yüzlüyə yaxud onluğa tamamlamaqla cəmi tap. Bunun üçün onlardan birini ədəd əlavə edib digərindən çıx. Burada baxırıq 406-dır, üzərinə gəlir 252. Bundan 6 çıxsaq
Bunun üzerine 6 gelsək, işimiz daha rahat olar. Burada olar 400. Burada olar 258. 400'ün üzərində 258 gələndə olar 658. Burada bunun üzərinə 2 gəlsək və yaxud da bundan 3'ü çıxsaq, bunun üzərinə 3 gəlsək, 3'ü çıxsaq olar 285. 47'nin üzərinə 3 gəlsək 50 olur. 285'in üzərinə 50 gələndə 5'in üzərinə 0 gələndə 5. 8'in üzərinə 5 gələndə 13. 3'ü yazdıq. 1 yadda 2, 1 də yadda 3. 335. Burada isə üzərinə 5 gələrik. Burada 5'i çıxarıq. Üzərinə 5 gəlsək olar 423. 418'in üzərinə 5 gələndə 423. 305'dən də 5'i çıxanda 300. Bu da olar neçə? 723. Burada baxırıq 1 çıxarıq. Bunun üzərinə 1 gələrik. 1 çıxanda olar 674. Üzərinə də gələrik 60. 4'ün üzərinə 0, 4. 7'nin üzərinə 6, 13. 1 yadda 6, 1 də yadda 7. 734. Pozulmuş rəqəmləri bərpa et. Toplama əməlidir. Əvvəlcə əməlimizə baxaq. 6'ın üzərinə 1 gələndə 7. 8'in üzərinə neçə gəlsək 9 olar. 1. 4'ün üzərinə 2, 6. Burada baxırıq. Burada 2 olduğuna görə toplama əməlidir. Deməli bilirik ki, bu 12'dir. Ona görə burada 9 yazırıq. 9'un üzərinə 3 gələndə 12, 1 yadda. Burada da olacaq. Burada olacaq 9. 9'un üzərinə 7 gələndə 16, 1 də yadda 17. Yenə 1 yadda, 4'ün üzərinə 1 gələndə 5, 1 də yadda 6. Burada 6 olacaq. 9'un üzərinə 6 gələndə 15, 1 yadda. 0'ın üzərinə 9 gələndə 9, 1 də yadda 10. Yenə 1 yadda, 2'nin üzərinə 1 gələndə 3, 1 də yadda 4. Burada 8 olacaq. 8'in üzərinə 6 gələndə 14, 1 yadda. 8'in üzərinə 6 gələndə yenə 14, 1 də yadda 15, yenə 1 yadda. 4'ün üzərinə 4 gələndə 8, 1 də yadda 9. Burada yenə 9 olacaq. 9'un üzərinə 3 gələndə 12, 1 yadda. 5'in üzərinə 5, 10, 1 də yadda 11, yenə 1 yadda. Burada 5 olacaq. 5'in üzərinə 2, 7, 1 də yadda 8. 9'un üzərinə 1 gəlirik 10, 1 yadda. Burada yenə 9'un üzərinə 1 gəlirik 10, 1 də yadda 11. 1'in üzərinə 1 gəldi 2, 1 də yadda 3. 7'in üzərinə 5 gələndə 12, 1 yadda. 7'in üzərinə 5 gələndə yenə 12, 1 də yadda 13. Burada olacaq 3. 3'ün üzərinə 2 gələndə 5, 1 də yadda 6. 6-cı tapşırığa baxırıq. Verilmiş məlumatlara əsasən cədvəli tamamla və tapşırıqları yerinə yetir. Bakının ən hündür tikililərindən olan Alov 2 qülləsinin hündürlüyü 165 metrdir. Burada da şəkillər verilib. Alov 3 qülləsinin hündürlüyü isə 161 metrdir. Alov 1 qülləsi Alov 2 qülləsindən 17 metr hündürdür. Burada baş hərflərlə verilib. Ardınış qülləsi Alov 3 qülləsindən 47 metr hündürdür. Teleqüllədən isə 102 metr alçaqdır. İndi tapşırıqlar deyir. Alov 1, Alov 2, Alov 3 qüllələrinin hündürlüklərinin birlikdə neçə metr olduğunu tap. Gəlin biz əvvəlcə burada qüllələrin hündürlüklərini yazaq. Alov 2 qülləsi, bax burada verib. Alov 2 qülləsi 165 metrdir. 165 metrdir. Alov 3 qülləsi 161, 161. Daha sonra Alov 1 qülləsi, Alov 2 qülləsindən 17 metr hündürdür. Yəni bu, bundan 17 metr hündürdür. Tapırıq. 165. Üzərinə gəlirik 17. 5'in üzərinə 7 gələndə 12, 1 yadda. 6'ın üzərinə 1, 7, 1 də yadda 8, 1. 182.
182 metr. Burada deyir ki, ardınış qülləsi alov 3 qülləsindən 47 metr hündür, teleqüllədən isə 102 metr alçaqdır. Bu qüllə, bax bu qüllə alov 3-dən 47 metr hündürdür. Alov 3 nə qədərdir? 161. Yazırıq 161. Üzərinə gəlirik 47. 1 üzərinə 7 gələndə 8, 6 üzərinə 4, 10, 0 yazdıq. 1 yadda 1, 1 də yadda 2. 208. Teleqüllədən isə deyir 102 metr alçaqdır. Bu, yəni bu şəkil teleqüllədən 102 metr alçaqdır. Yəni teleqüllə bundan 102 metr çoxdur. Teleqülləni də tapmaq üçün nə edirik? 208-in üzərinə gəlirik 102-ni. 8-in üzərinə 2 gələndə 10, 0 yazdıq. 1 yadda 0-ın üzərinə 0, 0, 1 yaddan yazırıq. 2 üzərinə 1, 3, 310. Deməli, teleqülləmiz də 310 metrdir. Yazırıq, bu 208, 310, alov 3, 161, alov 2, 165 və alov 1, 182. Hər birini tapdıq. Və sonuncu tapşırığımızı yerinə yetiririk. Alov 1, alov 2 və alov 3 qüllələrinin hündürlüklərinin birlikdə neçə metr olduğunu tap. Yəni deyir ki, bu 3 qüllənin birlikdə neçə metr olduğunu tap. Bunun üçün nə edirik? Bunların hündürlüklərini toplayırıq. Yazırıq 161. Üzərinə gəlirik 165. 10 üzərinə gəlirik 182. 1-in üzərinə 5 gələndə 6, 6-ın üzərinə 2, 8. 6-ın üzərinə 6 gələndə 12, 12-nin üzərinə 8, 20. 0 yazırıq 2 yadda. Burada 2 yadda oldu. 1-in üzərinə 1, 2, 2-nin üzərinə 1, 3, 2 də yadda 5. 3'ü birlikdə oldu 508 metr. Belə əziz şagirdlər, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti səhifələrin izahında görüşənədək.